Doğum ayı 1992-ci il. Arif Paşayev Bakıdan Qubadlıya qayıtdı. Cəbrayıl da bura, hə? Mən Laçından gəlmiş yerli batalyon və əhali Cəbrayılın məktəbində yerləşdirilir. Arif Paşayevlə birlikdə hemen məktəbə gedir. Ağzımız açmışdı bu. Ağzı sıkışkan. Ha, siz gelmedi şimdi. Hadi yaşıyorlar. Öğrenci soruyordu, hiç biz de geldiğimiz yerine de Geldik. Kalabalığı da teşkil ediyoruz. Şurada kapı da değil. Öz var. Basmış olaydı. Qoyub başını daşa döyür. Ermənilərə biz görürük, erməni nəsə yedik. Yeriz uzayalım. Mən dedim ki gedək. Təzədən qaçdı 2 nəfər vurdular ısrar edəndə. Ha, bir yer orada. Özü də qaçdı özü uçurdu dərlərin tombala aşırısı gitti. Hala qabaqsan dediler. Dediler birinci sefer. O göndərdiyimiz qıratda yazmadı. 2 dənə qırat. Bir işte gördüm. O Ruslan. O biri Rusu deyir, bəteri şeydə bu, ha, qırab deyil. Yox, biz böyle bizim bölümümüzü atırdılar. O çapa istediğim yok. Hadi onu deyim. Onu öldürüp. Şimdi Onu Bir namı Onu öldürdüler daha. ha bak ermənilər. Ha, Yok. serci gün. namı kasete getiriyor. Namı kasete. Yaşar maşını Ha aşağı. biziz də ki, biziz orada bizim sürətlər. Heç kim ölmədi. Mən axşam olmasa Onda öyle oldu. Namık bizi vurdu. Hadi öyle oldu. Namık bizi vurdu öldü. Biz burada ben geldim yukarıda siz görmediniz. Ben telaş siz yaparamaz Afrika'ya. Biz söyle demedim. Biz aşağıdan tezene bırak. Yukarıdan imkan vermediler bize. Bilmiyorum ben geldim orada siz yok oydunuz. Resim şey daha yedim. Getirer Urus'u, o Gradimir köprünün dibine saldırıyor. Yaşar getir aşağıda iki adam öldürüyor, özünü beni saldırıyor. Kim öldü? Bilmiyorum, başka şey var. Ben bilirdim ki Köy uşağı. Keçen başlı. Başından iki tane grad olur şeyler dedik koşunlar. Saat 6'da ışıklar yandılar. Şehir ışığı yanmıyor. Şəhərin işıq təmiz yandı. Yok, 8'in yarısı var. 8-in yarısı yandı. Işık yanmağına 2 saatten başladı falan bir kere. Hem Ermənistan istemiyorum ki. Işığı yanır. Yok, azca 3 tane ışık yandı içeride. Bir yerde göğüş ışığı, bir yerde kırmızı ışık. Neyse. Ben o ışık, bir de o şey ışığını okuyordu. Bu ışığı yandırdı. Bir şehrin başındayız. Ondan sonra şehrin ışığı yandı. Hemen vakitte harası bir 100 tane snarat bıraktılar. Axşam. İnanmıyorum. Ermənistan'a grad attılar. Bütün evleri hamısın Yanlı evler. bu sefer bu taraftan da Ben yemeği. geldim siz görmedim şey yaparım Zafafka'ya. Geldim gittim şu şeye. Bu Zafafka derler uşaqlar. Hemen vakti tanklarına çıktı. Ne kadar bir şey yapacağım. Bir kilometre inmiş olması sıkıntı sonra. Kaç ben Cahan yok burada. Dedim Cahan yok. Uşaqlar Akıncı yolar dedi yok Akıncı dedi. Sen git. Hamısı kaçtılar. Ben de geldim sen Zafaz yolaktan ki bizim yukarıda toyalar. Geldim dedim yoxanda o bir şeyler söyledim. Tuttum onların yanına. Köş maşınlarını dayandırdılar. Bir Bu atlar. taraftan biz başladık şey eləməyə. O ara var, bizim qıratlar görürüz aslında. Yaxşı öldü. Bunlar
Onlar da elə bilirlər ki, erməni təzantılar. Bir də bax ki, qıratdan 3 metr əyənə... Ben görürdüm, ben görürdüm o. Ben uca onu Oradan demədi, çatır. hoştan görürdüm. Geldiler Ermeniler oradan aldı. Ben de neyse bir yapısı var. Sadəcə puş qanatı var, profesör tank puş qanatı. Ha. Vızılsın ayetləmiş bir də qətlənən bölümümüzdə. Bizim bölümümüzdə, sən durdu Su oradan kalktı gətirdi. bes o istemiyor. Oradan durdular bizim yerimiz. Sonradan bir de attı o tezden. Siz yeri bizi Sonra peşin getirdi. bir Ben lira sen düştü vururdun. ona. Ha, biz evdə şöyle Ha, uca ben maşını sürdüm aşağı kitap açıp Sonra biladım, bak, olan sen dövüldüm. uzaklık elədik, bir dəfə duman çöksün aşağıya, bir Allah'ın da şey var be. Görməm var sana. Aynı sesini 17'sinde değil. Hem 17'sinde. Biz o içtimai dalına şamil olarak ele vurdu. Orada gördüm ben, Zafrafkan böyle şamını ben Yığılmışlar gördüm. oraya, orada şamil vurdu onları. Biz de o ihtimal, o siz kırat birinci ben sana taraf. Oranı bir stikte tutak, o ağacı, taş ağacın altı. O demirden. Mesela ben tabii tutmak aslanım. Neyse sonradan görürsen güçlü, çok güçlü yani. Hadi. Şöyle yürü, yukarısına atalım. Kayıtım da ben. O gittim maşına getirdiler de gelmeyiz. O başımın gelen. Kayıtım. Ben mehman malzeme şimdi gördüm. Ben kayıttım, girdim o iskatazada aşağıda geldim o bam telefonu. Ne kadar geldik tapılmadı. Mehman demedi sadece. Sonra attılar şeye, Bizi az kala güllelemişler de başına. bizi başına bizi gülelendiler. Bir farklı, arası bir kırk adam. Korkmaz var ya. Korkmaz vardı. Uzun şahar. Korkmaz'ı öldürdüler. O askerlerle biri Başına yalan. baştan gelenler içinden biri çıktı. Baştan gelenler biri çıktı. Şey vurdu Korkmaz'ı. Kaçtı gitti Ermeniler için. Sonra arayın. Hamısı çatmışız. Zaten sırada koymamışız. Gece saat 10-11 arasında deməli. Dikkat merkezine. Yoldaş Komandır Pol. Batalyon sıramızda düzenmiştir. Rapor verdi Komandır Batalyon Abdullayev. Azat. Azat. Arkadaşlar yoldaşlara xahiş edirəm biraz çəkindir. Biz getdik orada atışmalarda onlara topladık. Kabuğa getdik topladık. Nasıl axırıncı siz tərk elədiniz çətin döyüşdən sonra? Necə baş verdi bu bəy? Deməli, erməni dəstələri hər tərəfdən Lasını deməli hücuma keçdilər. Deməli, su arası tərəfdən Şuşa yolu ilə Köynə kənd istiqamətində deməli iki tərəfdən hərəkət edərək deməli Lasını tamamilə deməli çevrə formasında əhatə elədilər və hücum elədilər. Bundan əlavə çox güclü artilleriya atəşi ilə rayonu darmadağın etməyə başladı. Çətin döyüşdə deməli çox çətinliklə biz həmin istiqamətdə erməni deməli dəstəsini, güclü dəstəsini geri oturduq və bununla da deməli qalan əskər heyətini kənar istiqamətdə uzaqlaşdıra bildik. Və digər istiqamətdə isə deməli bizim komandir polk qaldı və əks istiqamətdə döyüşə məcbur olub hərəkət elədi. Bəy, səbəb nə idi ki, 5 il siz Arif Paşayevin batalyonu uşaqlar qəhrəmanlıqla Laçını qoruyurdunuz
və birdən-birə belə bir qəza başınıza gəldi? Bu nədən əmələ gəldi? Bunun səbəbi o idi ki, deməli, Şuşa verildikdən sonra Turşuda yerləşdirilən deməli, Bakıdan gətirilmiş dəstələr deməli, Turşunu azad eləyərək, döyüş olmadan azad eləyərək qaçmağa başladılar və hər istiqamət deməli yersiz qaldı. Bizim gücümüz çatmadı ki, daha doğrusu bizim piyada dəstəmizin sayı az olduğundan sərhədləri tamamilə müdafiə eləyə bilmədik. Ona görə də biz çox çətin vəziyyətdə qaldıq. Mərkəz sizə kömək elədi mi Bakıdan və ya Müdafiə Mərkəzlə Nazirliyindən? danışıq oldu. Müdafiə Nazirliyindən bildirdilər ki, mən eşitdiyimə görə Şahin Musayev bildirdi ki, nə vaxtsa saat neçə radələrində aviasiya hücumu gözləyin olacaq. Ancaq heç bir nəticəsi olmadı, heç kim də havadan hücuma keçmədi və nəticəsi də gördüyünüz kimi. Şəhər çox bərbad kökə salındı, yandırıldı. Yolda deməli gələn adamlardan, kənd adamlarından ermənilər tərəfindən tutulub. Hətta uşaqların verdiyi məlumata görə hətta belə yandırılma məsələsi olub oldu. Bütün bu səbəbləri kimdə görürsünüz? Bütün səbəbləri deməli təşkilatçılıq, ordu hissələrinin düzgün təşkil olunmaması, vaxtında hər bir texnika ilə, silahla təchiz olunmamasını mən görürəm. Və bir də ki, deməli əvvəldən hakimiyyətdə olan şəxslər olub ki, bunlar deməli ordunun yaradılmasını çox həddindən artıq ləngidiblər. İmkan verməklər ki, ordu vaxtında yaransın və vaxtında öz təlimini keçsin ki, öz ərazilərini müdafiə elə bilsin. Konkret Müdafiə Nazirliyindən Respublika rəhbərliyi verdilər, özdə Kambirik verdilər, Orucov gələndən sonra Şahin Musayevdir nədir? Ondan bir yerdə Şahin Musayevlə Orucov qubatdıq. Bunun Şahin Orucovu bastıq, verdiyimin için aparıb soxduq içəri. O uğraş. Gecə saat 12'də əmr verib, heç bir şey olmadan Tursudan hissələr çıxardım. Gecə saat 12'də. Heç bir döyüş olmadan. Resk Laçının arxasını boşaltdılar, bir də gördük ki, ermənilər oturub qala verirsin. 4 tərəfdən vurdular Laçını. Biz yoruzu qoruyuruq ki, kürəyimizin arasında qüvvələr var. Bir də hamı ayıldı ki, hər şey gedir. Nə qədərlər texnikanın hamısını çıxartdılar. Heç bir dənə də o texnikanı istifadə eləmədilər. Nə qədər də yalvardıq, heç biri çıxmadı pozisiya ki, heç olmasa şəhəri 1-2 saatda sağlayıb cəmaat sərbəst tutsun. Nə də bizə verir, kömək eləmir. Orucov özü texnikada bizə vermədilər. Orucovun maşınla mən şəxsən əlimlə 19 dənə avtomat çıxartdım. Dedim bu avtomatlar nə avtomatlardır? Dedi ki, qaçanlar atıbdı, yeri ayağımın altına gelib. Dedim yaxşı, hansı əskər idi ki, mağazinsiz avtomat saxlayırdı? Avtomatların heç birinin mağazini yox idi. Heç birinin, bir dənəsinin mağazini yox idi. 19 dənə avtomat. 4 dənə İtalyanski ratsiya, hansı ki bizim heç bir postla əlaqə saxlamadı, bir dənə ratsiyamız yox idi. 4 dənə İtalyanski ratsiya, heç birində pakovkazlar açılmamış. Mənə də demişdilər ki, o təhsiz eləyir, heç nə də verir. Heç nə vermədilər. Açıq aşkar qardaş, Laçını, Şuşanı, hansısa siyasəti qurban elədilər, kimlərsə satdı, cəmaatı da saldıra belə, şəhəri də darbadan dağıtdılar, yandırdılar. Polkovnik Elçin öz dəstəsi ilə deməli söz verdi ki, BMP-lər qalacaq, Turş ərazisində ərazini müdafiə edəcək. Ancaq Elçin bir müddət keçdikdən sonra qəflətən deməli öz dəstəsi ilə BMP-lərlə yoxa çıxdı. Qubadlıdadır, oturub, qoyunu kəsblər çayın qırağında, yeyib içiblər, hamısı da lül keflə oradadılar. Mən üzr istəyirəm, Orada haqqında müxtəlif şayələr gəzir. O xüsusi dəstə deyirsiniz, Spesmen ordunun komandiri, hə. Bu nə dərəcə həqiqətə duyğun ki, Elçin Məmmədovun basdığı dəstə ancaq talançılarla məşğul olur və müxtəlif işlərin hansı ki, işimizin ancaq ziyanına gətirir. Düzdür. Qubadlıda mənə dedilər ki, Elçinin, Pısat, dəstəsinin bir 20-30 dənə qoyunu var. Hardan alıb, nə tər, qarət eləyib, neyinib bilmirəm. Mən də görmüşəm. Yığılıblar çayın qırağında, oturub yeyib ki, Orucov mənə dedi ki, getdim, yalvardım ki, dur, gedək, Laçının vəziyyəti pisdir. Mən saat 4-5 radələrində Orucovdan görüşdüm. Dedim, hara gedirsən? Gedirdi. Dedi, gedirəm Qubaddan Bakı ilə əlaqə saxlayam ki, tez kömək göndərsinlər, aviasiya göndərsinlər. Laçına rasiya yox idi, heç bir yerlə əlaqə yox idi. Gəldi, getdi, gəlmədi. Gecə gəldi, çıxdı. Hansı ki, biz tikanımız əmədə yığışmışdıq. Səhər deyirəm, sən getmişdin Qubadlıya, nə oldu? Dedi, mən gəldim Elçinə, nə qədər elədim ki, gedək kömək deyir, dedi ki, bizim uşaqlar yorulub. Qubadda da amma deyir, keflənib orada heç kimi yan buraxmalar. Mən üzr istəyirəm və eşitdiyimə görə də onlardan talançılarla məşğul olanlar da olur. Bəli, o sözlər deyilər, düzü mən görməmişəm gözümlə ki, kimsəyə gedib tutsun belə iş görsün. Onu deyə bilmərəm. Amma deyilənlər deyirəm səhər ki, hansı ki,
bütün cəmaatın dediyi sözlər. Səhərsi gündə biz təzədən yığışdıq, gecə ilə Qubadda Adil, komandir batalyon. Getdim Adilin yanına, mən düşdüm Qubadın o Sarıya tankörüsündə, dedim ki, bizə cəmaat gezdir. Mən düşdüm, dedim ki, mən qallam burada Qubadda döyüşəm. Getdim Adillə, Kamil Qorzov gəldi. Qorzov uşaqlara dedim, həbs elədilər, basdılar beldiyimin içinə. Başının avtomatlar çıxandan sonra. Apardıq Qubadlıya. Adil bütün batalyonu qaldırdı gecə ilə. Ki, biz Abratını girməliyik Laçına. Dünən axşam. Dünən gecə. Qubadlının 1-ci batalyon komandiri. Həşimov Adil, kapitan. Zəng elədi, Şahin Musayevlə danışdı, dedi, səhər gəlirəm. Bu da Orzov da dedi ki, məni həbs edəcək, dedi, səhər gəlirəm. Uşaqlar dedi ki, gəlib, onu aparmağa gəlir, hiçbir şey, özü də qüvvə ilə gəlirəm. Gəldi, ancaq telexran dillərindən, heç bir şey. Gecə ilə mən getdim Akaran Kuruquna, 4 dəfə maşın sürdüm ora, Aydın maşın, 4 dəfə getdim ora. Temurov var, indi bu da burada oturub deyir. 3 dənə BMP-si var, Papakovik, bəli. Getdim, tapdım Temurovu. Ki, Temurov, sən də BMP-lərini gətir, kömək elə bizə. O qalan hissələrində hamısını çağırdıq, zərb elədik, yığışdıq, Güləbirdin körpüsünün ağzına. Öz uşaqlarımız hamısı qayıtdı, yığışdıq ki, Abratlı gedək Laçına, girək Laçına. Gəldik, Temurov gəlmədi. Gəlmədi? Yox, gəldim, getdik Qubadlıya, orada dedi ki, mən sənə əmr eləyirəm, nazirin adından. O dedi ki, yaxşı gedirəm, uşaqları götürəm, gələm. Apardım, bir də bunu qoydum BMP-lərin yanında, qayıtdım, geldim ki, BMP-lər dedi ki, siz gedin, mən də gələm, yığışın ora. Gözlədik, gəlmədi. Təzdən çıxdıq Laçına girməyə. Qalxdıq o Bakıdan gələn dəstələr, Yevlatdan, Göyçaydan, bunlarla. Qalxdıq, qalxan kimi o vəziyyətə saldılar ki, bizi həmin o gələn dəstələr başladı bizimkilərə ateş açmağa. Güləbirtli Vaqifgilin dəstəsini nə tərə ateş etmişdirlərsə, özlərini törmüşlər çayın qırağına. Erməni tay yoxdur o şeyin toy fermasının üstü. Orayla gəlib çıxmışlar. O kişi, qorxmaz kişini öz adamlarından biri atıb keçmişdi ermənilər tərəfə. O birisi yaramışdı. Birini yaralamışdı. Bax, o vəziyyətdə bir də avratlı çəkildi ki. Mən çox xahiş edirəm, birinci çıxış edənlər adlarını desinlər, adım tanıyın. Və ikinci də ki, həmin siz Papakovnik Timurov haqqında danışdınız. Mən eşitdiyimə görə, həmin Timurovun öz bacısı oğlunu Turşuda saxlayıb kəşfiyyatda atıb qaçıblar onlara. Həmin dəstələrdən də tank Timurovun 3 dənə BMP-si vardı, o durmuşdu Turşuda. Mən gəldim, düşdüm. Ağanusun, o dərə yoxdur, dərənin altında sağlamışlar içərdə. Düşdüm, dedim ki, çıxın kömək edin. Dedi ki, biz buradan çıxa bilməyik. Hələ o bir dənə komandirləri vardı, kök dolu oğlan, lül kefli idi, lül qəmbər. Dedi ki, çıxmam. Dedim, mən heç olmasa buruna çıx, vur, ermənilər ki, heç olmasa bir cəmaat yenə bilsin, kömək eləsin. Biri də çıxmadı. Ağanüsü tutanmadı. Gözlərlər, axırda çıxdılar, getdilər. Bir başa düz Akaran Kuruquna. Mən sizdən bir söz soruşmaq istəyirəm. Baxşalar, vaxtı ilə Sultan bəy kiçik bir dəstəsi ilə Andronikin 20 minlik qoşun darmadağın elib, onun da qulağını tayqulaq elib göndərmişdi o taya. Sözüm onda yox. Vaxtında nə onda silahlar vardı, nə texnika vardı, nə bu qüvvə vardı. Amma maşallah, Laçında olan bu qüvvə və texnika və ürək heç bir yerdə olmayıb. Və mən bilirəm ki, hansısa bir siyasətin qurbanı oldular. Xahiş edirəm, məni diqqətlə dinləyin. Bax, sizə elə gəlmirmi ki, Respublikanın rəhbərliyində əyləşəndən kimsə bu oyunda iştirak edir və cəmatı verirlər. Bax, oyunu Mən üzr istəyirəm, Cəbrayıl Xaçın məclisi idi. Mən dünən səhər orduydum. Dünən səhər bu uşaqları mən orada gördüm, Güləbirdin girəcəyində. Güləbirddə də Güləbird kəndi, körpünün yanında. Orada Şahin Musayev gəlmişdi, şəxsən mən bir Azərbaycanlı kimi, mən bilmirdim ki, yer aralansa hara girir. Şahin Musayev kimiləri dəfələrlə deyirlər ki, Şahin Musayev düz yolda olmayan bir adamdır. Dünən gəldi elə bir ki, toydan sonra konsertə baxmağa gəlmişdi. Biz gəlib bunlara bir rəhbərlik eləyən bir, mən nə siyasi xadim mi deyim, nə bilim, nə hərbiçi kimi? O vədiyə kimi səlahiyyətli yoldaşların heç biri yoxdur. Və siz kimi görmək istəyirsiniz? Bir rəhbər kimi ki, Azərbaycanın başında dənəsinə aid komandan kimi? Şəxsən biz cəbhəçilər, məsələn, Cəbrayıl rayonunun xalq cəbhəsi, eləcə də mən belə başa düşürəm ki, Laçın xalq cəbhəsi, hamısı Əbülfəz bəyin rəhbərliyi altında düzgün. Laçın elə onun qurbanı oldu. Elə onun qurbanı oldu. Şəxsən mən belə başa düşürəm ki, Əbülfəz bəyə səs verməyə görə mən eşitmişəm. Orada döyüşçü yoldaşlarla söhbət edəndə deyiblər. Hətta BMP istəyirlər, deyiblər ki, Şuşada da bu haqq hesab olubdur ki, get BMP-ni sizə Heydər Əliyev verir. Ulan, xanlıqda gələn BMP-lərin qabağını kəsirlər. O Tursudan çıxan BMP-lər vardı. Orada BMP-lər vardı, tanklar vardı. Onların qabağını kəsirlər.
Deyirlər ki, hara get? Deyir ki, bizə bunu Ayaz Mütəllibov verir. Biz də aparıq veririk ona. Bəli. Elə deyil. Bu açıq konkret. Bu dəqiq faktdır da. Dəqiq faktdır. Bizə belə əmr Təsəvvür ki, bir belə adam içində millət kəsib qabağın, axırda çıxıb deyirlər, nə istəyirsiniz? Bizə bunu Mütəllibov verib, biz də apar veririk onun özünə. Elçin gildə deyib. Elçin gildə söz deyib, o bizə də deyib. Sonra ikinci dəfə gedəndə tankların heç biri nə qədər elədik? Heç biri bir dənə şey yapmadı. Bizdə Elqardan başqa. Heç biri çıxmadı. Hamısı dedi ki, xarabdır. Özdə yalan deyirlər, gözlərin içinə. Mən bir şey öyrənmək istəyirəm. Mənim bir şey çatmır hələ. Mənim necə Azərbaycanda ömrü boyu dahilələr yetişdirib, xadimlərimiz o hərbi sahədə, müxtəlif sahədə. Yəni bizə elə bir həbsi olmayacaq ki, bu ilə Azərbaycan çətin vəziyyətdən çıxarıb torpağımızı azad edəcək. Mən üzr istəyirəm. 2 hərbi uçiliş qutarmış Cəbrayıllı, hərbi məktəb qutarmış Cəbrayıllı Elburus adında bir oğlan vardı. Cəbrayıldan zəng elədik Rəhim Qaziyevə. Rəhim Qaziyev dedi ki, təcili gətirin sənədlərin baxaq həll edir. Demək apardıq onun yanına, o göndərdi Şahin Musayevin yanına. Şahin Musayev onu 1 saat kabinetində Smirna komandasında saxlayandan sonra ona dedi ki, mən dura-dura sən kimsən ki, mülki adamın yanına getmişsən? Onu qoymadılar ki, bizə hərbiçi rəhbər işləsin. Elburusun soyadı nədir? Familiyası. O bizə sonra dedi ki, məni hallandırmayın heç yerdə. Amma mən məcbur oluram, o ağlaya-ağlaya getdi ki, bax, belədir bu millət. O hərbiçi oğlan nə qədər istədi ki, bizim torpağımızı qorusun, imkan yaratmadılar onu. Mən Şahin Musayev mənim danışığımla o laçında o körpüdə. Mən gördüm ki, bu adam xəyanətkardır. Hələ bu vəziyyətlə deyir ki, gör nə deyir ha? Deyirəm, bəs sən bizə deyirdin ki, vertolyot gəlir, budur bir həftədir, sən bizə Allah'tan vertolyot. Deyir ki, gör nə deyir ha? Deyir ki, cəmi 4 dənə vertolyotumuz var. Yox, bir dənə qırmızı samolyotumuz var, o xarabdır. 4 dənə də vertolyotumuz var. Burada pozisiya elədi ki, biz qorxuq onu vuralar. Bəs yaxşı, vertolyot hara saxlayıblar? Həmin hadisə bizim Cəbrayılda da olub. Dedilər ki, Cəbrayılda da əməliyyat keçirdəndə dedilər vertolyot gəlir, gözləyin. Gözlədik, vertolyot gəlib çıxmadı. Axşama kimi gözlədik, vertolyot olmadı. Bütün bu Cəbrayıldakı həmin əməliyyatda olanlar gəlmişdi. Laçına bir həftə, 4 gün bundan qabaq təxminən. 12 nəfər KGB-şçilər gəlmişdi. Hə, gəldilər. Cəbrayılda da gəlmişdi. Həmin gün Laçında bu hadisə olan günü işıqlar yanmırdı. Ona kimi bir həftə idi Laçında işıq yox idi, qaz yox idi. Həmin gün təxminən saat 4-5 olardı, 4-də olardı işıqlar yanında. 6 saat belə. Qəflətən bütün işıqlar yandı. Laçında? Laçında qəflət, heç kimin gözləmədi. Neçə gün, hansı kimi həftə yandı. Həmin biz çıxan günü. 17-si, eləmi? 17-si axşam. Çıxan günü də, biz çıxan günü. 17-si. Ayın 17-sində də, 17-sində. Birdən-birə yandı işıq. İşıqlar yandı. Sonra şəhərin başında 2-3 dənə projektor vardı. Mən oğlan dedim ki, kimdə snayper var? Bir dənə oğlan vardı, snayper. Özdə elə biləm Qubaddan idi oğlan, səhv eləməmsən. Dedim, at. 2 dənə gürlatdı, vura bilmədi. Şəhərdə 3 yerdən hərəsində 3-3. Trayser atdılar. Biz polkun qabağından onu hamısını müşahidə edirik, hamısı görürük. Artıq o vaxt o trayserdən atılandan sonra, işıqlar yanından sonra. Şəhəri 4 tərəfdən tutdular, qrat, kristal, top, minamyot, 4 tərəfdən tutdular ateşə. Onun hadisi belə başladı. İcazə ver bir kəlmə də mən deyim. 5 ildir. Deməli, buyurun. Özü təqdim edir. Nəslixan Sadıqov, Silahlanma rəisi, Laçın Ərazi Müdafiə Polkunun. Hadisədən bəri Laçının biz nətər müdafiə edirik, torpağımızı bunu bütün Azərbaycan bilir. Qeyrətimizə də bəllidir. Bəli, 5 ildir Laçın yanıb düşmən Buna qarşısında baxmayaraq Xocalı, Şuşa hadisəsi eyni ilə Laçında təkrar olundu. Həmin podpolkovnik Orucov qoşunu çəkmişdi Lesəqorada. Bu hadisədən əvvəl erməniləri zarıqçılarla 3 kilometr aparıb Şuşaya tərəf qovub çıxartmışdılar. Ayaz Mütəllimov prezident keçib çıxan müddətdə əmr vermiş ki, qoşun çıxsın. Həmin vaxtda onlar gecə saat 12, 1 olardı belə, qoşunu çıxartdılar. Biz qəfildən bildik ki... Dəqiq 3-ə işləyirdi. Hə, Aysa, qoşun Laçından çıxır. Çox gücün Vaqiflə, komandirlə bir yerdə gücün bala qoşunun cüzü bir hissəsi qaldı. Qalan qoşunun hamısını çıxartdılar. Bu da biz də gözləyirik Ermənistan tərəfi, 120 kilometr sərhəddir. Bu vaxtda qoşunu çıxardandan sonra ermənilər də hərəkət elədilər. Dağlıq Qarabağın bizlərlə sərhəddə olan yerdə 1 kilometr Laçının ərazisindədir. Qabaq ki, boşalmış o erməni kətləri vardı, həmin kətləri tutdular. Gecə bizim də qüvvəmiz azdır. Bu vaxt biz Ermənistan tərəfdən o müqavimətə ki, hansı ki, cavab verirdik, arxa tərəfdən, NKO tərəfindən güclü qoşundan şəhərə hücuma keçdilər.
skatlarla, tankla, nə bilim, BMP ilə, obşim, qradla, müxtəlif silahlarla şəhər o tutub yanırdı. Heç cür minamyotlarla, heç cürə də imkanımız olmadı ki, saxlayaq. Tankımızı da vurdular, BMP-ni də vurdular, qrad da vurdular. Biz də gücümüzü sərf elədik ki, əhalini şəhərdən çıxardıq. Dörd tərəfdən şəhər alışıb yanırdı. Ona görə də şəhəri tərk eləməyə məcbur olduq. Bizi də Bakıdan əsas podpolkovnik Orucovda, həmin o bir podpolkovnik dedilər, indi familiyasını, Teymurov. Hamısı 10 gün bizə zülm verdilər ki, 2 saata gələcək, vertolyot gələcək, bu dəqiqə qalxacaq, qırıcı təyyarə gələcək, kömək gələcək, gözlədik, hər dəqiqə göyə baxırdıq ki, bu dəqiqə Bakıdan bizə kömək gələcək. Xocalı, Şuşa hadisəsi nətər olmuşdu, o qaydada bizi heylət kökə saldılar. Nə qədər gözlədik, bəlkə də bir vertolyot gəlsəydi və yaxud bir 100-200 adam köməyə gəlsəydi, biz Laçını patevizat eləyərdik. Lap bu tərəfi də, o tərəfi də. Köməyimiz olmadı, başı bizi allatdı. Bunun da hamısının senarisi elə daha doğrusu rəhbərlik. Rəhbərlik. Ben bu qeyri bir tərəfində demək istərdim bir dəqiqə, üzr istəyirəm. Məmməd Əvəgdə, Leytenant Məmməd Əvəgdə. Mən bu qeyri bir tərəfində demək istəyirəm. Bizə deməli Gəncədən də gəlmişdilər, Şəkidən də gəlmişdilər köməyə və qeyri yerlərdən də. Onlar heç bir təlim görməmiş ümumiyyətlə, heç bir pozisiya dillərdə o mövqe tutmağı bacarmayan əskərlər idi, adi. Hətta onların içində bir hərəsində 3, 4, 5, 6 qızlar da var idi, gənc qızlar. Sözüm ondadır, həmin paltarları, forma acayip deyirlər, həmin silahları, həmən sursatı, həmən texnikanı bizim Laçın polkuna versəydilər, biz Laçında 10 minlik, 20 minlik bəlkə də yox, həqiqətən də lazım olan, nə qədər lazım isə biz ordu yarada bilərdik. Buna imkanımız da var idi. Ancaq bizə həmişə nə formamız çatırdı, nə silahımız çatırdı, nə sursatımız çatırdı, nə texnikamız. Və bunun ucbatından biz bu günləri buradayıq. Və bundan başqa bizi aldadan da ikinci başı oldu Şuşa komendantının televizorda çıxışı ki 10 gün müddətində qayıdın Şuşaya. Qayıdmasaz evlərimiz payımıza və ilə axır. Bu bizi arxayınlaşdırdı ki və dedi ki orada bizim hər şeyimiz var, şu an necə lazımdır saxlayacaq. Və bu bizim polku bir hardasa deyək də arxayınlaşdırdı və bunun nəticəsi onunla qutardı ki onlar heç nəyin üstünə Şuşanı təhvil verdilər və bizim arxamızı tamamilə böyük bir koridor deyək, yoxsa nətər deyirlər, bir pəncərə kimi açdılar düşmən qarşısına. Biz qaldıq arxadan məruz düşmənə, irəlidən də deməli Ermənistan tərəfindən həmin ermənilərə. Biz heç vaxt ermənilərin bir qarış o torpaqdan verməzdi, necə də ki bu vaxta kimi vermirdi, nə qədər ki Şuşa bizi aldatmamışdı. Şuşanın xainliyi, Şuşanın verilməsi xain əllərlə bura gətirib çıxartdı. Ar olsun, 1000 dəfə deyirəm, ar olsun o kəslərə ki, kim bu siyasi hoqqabazlıqlara girişir, mənəm kimisə prezident gətirmək xatirinə, kimisə neynə belə müqəddəs torpaqlarımızı verir. Biz ağlamırıq, ancaq bizim ürəyimiz qan ağlayır ki, elə torpaqlar, Azərbaycanın elə nöqtələri əldən getdi. Biz onu onsuz da geri götürəcəyik. Ölsək də, qalsaq da, nə qüvvə ilə olur. Amma bunun əvvəli olan kimi danışa bir kəlmə. Sonu da olmalıdır. Hakkı yoktu hiç hansının. Yok. O milletin hakkı yoktu. Bu milletin hakkı yok danışmağa. Kardeş sana diyelim ki bilirdiler hardan, hücum hardan olacak gene karşısına almadılar. Milletin zamanı sattılar hamısı. Bak bu həqiqəti çıxartmaq lazım. Hamısı sattılar. Bizim 4 ildir ben vuruşuram. 4 vurup Laçın bilim Azerbaycan'dan. Mübariz. Hamısını titrediler onun. Gelip burada şey verir ya bari. Necə verəcək? 1992-ci il 20 may Qubadlı. Azad, kulak asın. Sen demeli. BMP'ye bak. Başı çıxıyor. Ha. BMP. Sərgəni doldurun. Dergileri doldurun deme. Dergileri doldurun. Ayaqlarınıza fikir verin. Versin. Bu karanmışın çok halim. Demeli burada dövüştü. Birinci Asyan olmamıştan kabul.
fikirləşməlidir, ölüm. Mən hərbçiyəmsə, yoxsa hələ heç nə yox, elementar heç bir şey yoxdur. Panika qalxıb, aləm qarışıb bir-birinə, nə olub? Nə olub? Ha, taraf külabürtdən 2 dənə BMP gəlir. Gəlir cəhənnəmə gəlsin də sənin 2 dənə BMP'm var, qradın var, beterin var, çıx qabağına. Canlı qüvvə ilə çıx qabağına. Cama tankın pilvorlarından vurub avtomatla tank saxlayır. Ne oldu, ne panika ki bu? Hiçbir şey olmadan elementar şeylerden panika kaldırırsınız. Benim yarışarım bu. Sonra granatam yok. Granatam yok demen azdır. Sarstıradan ne çıkırsan? Atır, kaç. Demeli. Zayıflığa, suçluğa. Birinci de ben. Şuradan sonra mı seçiyor? Birinci, ikinci, üçüncü de ben. Adam yavaş yavaş verdik geliyor. Burada kokul. Ondan sonra RPK planı yok. Ruslar planı yok, Kalaşnikov. Uzvat'tan 20-30 metre arkada kurulursun. Yok, geri kaçan vəziyyət. Sizə mən söyleyeyim, biraz iki vəziyyət nətərdir. Bizim hamımızda bir ara yarat var ki, güya məğlub edilmə düşmənlə döyüşürük. Amma bizim uduzmağımızın səbəbi nədir? Mən onu deyim ki, siz biləsiniz ki, fikirlərsiniz ki, bir dənə əgər Lasında uduzursa, deməli, məsələ belədir ki, daha buradan bir ayağımızı qəsək qoyaq. Bizim öhdəmizə düşmüşdü bu sərhəd. Hansı ki, bu Minkətdən, Leninkətdən düşmüş, Güləbələ qədər. Biz böldük vəzifə bölüşündə bizim öhdəmizə düşdü o ərazi. Deməli, Azərbaycanın Amonunun, sonra Polkun, Gəncə Polkunun, bir də briqadanın da öhdəsinə düşdü. Bir dənə yolu saxlamaq, bir yolu saxlamaq. Bir də 2 hündürlüyü. Biz deməli ayın 15-ində də 14-də olmuş hadisələrimizi alım verdik. Ayın 15-də çox nə qədər lazımsa orada eklədik orada. Dığım üstünə ateş uçanı azaddan tutuduq. Həm də dağıtıq oralara. 15-də axşam biz deməli qəflətən xəbər tutduq ki, saat 2-də. Bizim arxamızda yolda olan həmişə pasiyan tutmuş adamlar qaçıblar. Onların ardınca ermənilər çıxırlar o təpələrlər. Biz qaldıq mühasirələr artıq. Yəni o hansı qüvvənin olmaması olmayaraq artıq hündürlər ermənilərin əllərindədir. BMP-lər çatlar qurdular, minamyotların toplarını qurdular oraya. Yəni bax bunun səbəbi xəyanət oldu. Yəni biz məğlub olaq deyildi. Əgər biz bilsək onlar belə adamlardır, xəyanətkar adamlardır, biz əvvəldən lap dərəbə boşluğu ilə o yolları partlarırdıq. Yəni dalımız boş qalmazdı. Yəni başdan bizim arxamızda kürəmizə xəncər soxdular. Bax bu bizim məğlubiyyətin səbəbi budur. Birdən Rutan kəsdi ki, məsələn, Lasını uduzdular sayacaq. Üzüm belə düşmənlə vuruşuram, arxamdan qəfildən zərbə vururlar, mənim də kürək sökədim, dostum dalımdan qaçıb deməyəcəm. O məsələ bu oldu. Yəni gördüm ki, Rutan düşməsi ki, məsələn, belədir. Xəyanət olmasa, bu boyda adamla qüvvəsində qaban olma olar. Əgər xəyanət yoxdursa içimizdə, dağdan gül atan bizə yoxdursa. O məsələn bu cür qoyun ki, yoxsa bu erməni zirzibil deyil bir dənə, bir şey deyildi. Biz bilsəydik ki, o qüvvə yoxdur, biz oraya 5 nəfər adam göndərdik, 5 nəfər adam bütün o qüvvələrini görür ki, görərdi orada. 5 nəfər adam gəlmişdir. Amma biz bir də baxışıb dalımızdan qaçdılar. Heç kim yoxdur arxamızda, erməni dırmaşıb yer dalımızda. Qalmışıq dərənin içində, ermənilər yuxarıda üçərlərdə. İki tərəfdən qaldıq onun arasında. Bu səbəb budur. Yəni onu yenə təkrar mən demək istəyirəm ki, birdən siz Rutan kəsi ki, uduzdular və erməniyə qalib gəlmək mümkün deyil. Qəsdən bunu yaratdılar, belə yaratmaq istəyirlər ki, biz çox məğlub edilməz düşmənlə rastlaşmışıq. Onları məğlub etmək mümkün deyil. Qəsdən bunu bizə təlqin edirlər. Amma gəlib bir sübut elə ki, məsələ deyil. Dönüşü yaratmalıyıq, haradasa, Yağlasında yaratmalıyıq. İndi orada mümkün olmağa gəlib Qubatda yaradaq onun hamısını. Bunun fikrinə varımdır. Bu silahlar ki var, granatomyotlar. Bunlara baxmaq lazımdır. Verirlər onu düz olmayanlara, uşaqlar atırlar, bu tərəfdən gəlir gör tank üstünə gəlib təsir edir onlara. Bunlarda jilet var. Birdən o baxmaq lazımdır, atmaq lazımdır sifətlərindən. Gözləmək lazımdır. Səngəri tək eləməyən əskər uduzmur. Səngəri bir şey var, ayağınıza sarın. Əskər səngəri tək eləməsi heç vaxt uduzmaz. Heç vaxt. İstəyirsən hər düşmən gəlsin. Tək eləsə uduzma oradan başlayır. Bir var mühasirə ki, səngəri tutmaq başlayır məsələdir. Amma qabaq-qabağa böyükdə səngərdən çıxdın uzunsan demək. Deməli məsələ belədir. Belə qərar gəldi ki, da uduzmağımız tutarıq. Elə deyil. Uduzmaqdan keçib, bu da udursaq, yenə udursaq elə biləm ki, işimizi başlamayacaq. Uduzmamanda bir səbəb var. Baxın, seçin. Şəxsiyyəti araşdırın, bir-bir. İçimizdə bir dənə xəyanətkar varsa uzayıq, bir nəfər olsa belə. Hamı tanısın, tapsın, böyrünə, başına baxsın. Bu boyda torpaqlardan verir, bir dənə alırsak 200 dənə, 3 nəfər xəyanətkarımız batından. Baxın yoldaşlarımız görür kimdirsə, bir bağda şübhələnmişsə, bir dənə komandirə deyin, axtaraq görür onlar kimlərdir. Aslında bizdə güllənin arxadan vurdu yoldaşına, o gələnlərdən. Qalsı getdi ermənilərin yanına. Xəbəriniz oldu? Bu məsələlərin içində bunları fikirləmək lazım ki, baxaq, hamısını araşdırın. Bir nəfər xəyanətkar qoysaq uzayıq. Bax, onlar əsas məsələ buna fikirləmək. Elə belə olsa, bu boyda bizim qüvvəmiz bəs ki, nə qədər adam yarı qalan alaq. Sonra bizim qüvvələr var, müəyyən planlarımız oluyor. Özü çoxdur, uşaqları gördülər.
Sadəcə o bir şey var, ruhdan düşmək lazım deyil. Bax, uşaqlar hamısı baxırlar. Bu saat bizim ürəyimizin içkidir. Çünki məsələn bizim üçün o bizim də talibimizdir. Çünki məsələn bizi torpaqlarımızdan çıxarda bilirlər onlar. O xəyanatın nəticəsində. Amma məsələn bu ki ruhdan düşmək olmuyor heç. Ruhdan düşsə birinci məlumatımız bundadır. Bax nəsil düşməsi. Deməli biz düşmürüksə siz düşməli deyilsiniz. Çünki biz indi vətən sağlamaq istədik. Biz 2002 isə biz özümüz bilmirik. Məsələn bu şərəfsizliyi biz üstünə götürməliyik. Hansı ki o şərəfsizliyi bizim üstünə atdılar başdan gələn qüvvələr, Gəncədən gələn qüvvələr.